Verilən ifadədə 5 üstündə x üstəgəl 1 ifadəsinin qiymətini tapmaq lazımdır. Mən burada 25 üstündə x çıx 1-in əvəzinə 25 üstündə x bölünsün 25 üstündə 1 yazacağım. Niyə? Çünki bölmə zamanı üstlər çıxılacaq, x çıx 1 şəklinə gələcək. Deməli, mən yazıram ki, 25 üstündə x bölünsün 25 üstündə 1 bərabərdir 4-ə. Buradan da 25 üstündə x bərabərdir. 25 ilə 4-ü vuracam bir-birinə, edəcək 100. Mən 25-in yerinə yazacağım 5-in kvadratı, onun da üstündə x bərabərdir. 100-ün də yerinə yazacağım onun kvadratı. Və daha sonra 2 ilə x-in yerini dəyişdirəcəm. Yazacağım 5 üstündə x üstündə 2 bərabərdir 10 üstündə 2. Və hər iki tərəfi kökə alacağım. Köklə kvadratları ixtisar aparacağım. Burada qalacaq 5 üstündə x bərabərdir 10-a. Mən bu ifadənin qiymətini tapmalıyam. Yəni 5 üstündə x üstəgəlinsin 1. Üstəgəlmək varsa, deməli 5 üstü x ilə 5 üstü 1 bir-birinə vurulub. 5 üstü x-in qiymətində 10-dur. Deməli 10 vurulsun 5, o da bərabərdir 50. Cavab Y variantı.